Hər vaxtınız xeyir. 9-cu sinif buraxılış imtahanına aid mətnimizin izahına baxaq. Dimi mətnlərindən biridir. Öncə mətninizi oxuyaq. Bu deyirləri mətni oxumuram da vaxt getməsin. Mətn buradadır, yox. Mətnin oxuma qaydasına gəlin baxaq ki, mətni imtahanda necə oxumaq lazımdır, suallara necə baxmaq lazımdır. Başlayırıq. İllərin yorğunluğu mətnimizin adıdır. Heç vaxt mətnin adı imtahanda sizi qorxutmasın. Xüsusən də publisistik mətnlərin adı biraz qorxulu verilir ki, bizi qorxutsun, amma asan olur mətnin üçün, narahat olmayın. Keçmiş zamanlarda yaşlı bir bənna varmış. O, gənc yaşlarından çalışmış, öz əllərindən gözəl evlər, möhtəşəm binalar ucaltmış, halal zəhməti ilə dolanaraq öz yaratdıqlarından zövq alarmış. Baxın, oturmuşsunuz imtahanda, hal-hazırda elə bir imtahandasınız və bu mətn bədii mətn kimi sizə düşübdür. Bunu necə işləmək lazımdır ki, səhvsiz işləyəsiniz, səhvsiz olsun mətn. Abzası görürsünüz, bu abzası oxudunuz. Əgər bunu başa düşməmsinizsə, heç vaxt ikinci abzasa keçmək olmaz. Qətiyyən. Bunu başa düşməyib, ikinci abzası oxudun. Bunu bay eləmirsən, bir ikinci abzası da oxuyasan, nəsə yaradasan. Bundan %100 sual var da, bunu elə belə sənə verməyiblər. Ona görə bunu oxu, başa düş, tam başa düş, eybi yox, 2 dəfə oxu, 3 dəfə oxu. Vaxt getməyəcək, narahat olma. Çünki bir var başa düşməyib təzdən qaydasan, bir də var ki, mətni oxuyasan, abzası başa düşdün, o bir abzasa keçəsən və mətni mənimsəsən, artıq sualları rahat işləyəsən. Deməli, eyni abzası mən yenə təkrar oxuyuram. Keçmiş zamanlarda yaşlı bir bənna varmış, o gənc yaşlarından çalışmış, öz əllərlə gözəl evlər, möhtəşəm binalar ucaltmış. Bənnadan danışır ki, adam gənc vaxtlarından çalışıbdır, gözəl evlər, möhtəşəm binalar ucaldıbdır, halal zəhməti ilə dolanaraq öz yaratdıqlarından zövq alarmış. Bura qədər olan hissəsi aydındır bizə. Getdik növbəti hissəyə baxaq. Bənnanın işini ürəkdən bəyənən hökmdar ona çoxlu sifarişlər vermiş. Fikriniz burada olsun. Adınızı əbədiləşdirməyim YouTube'da. Bənnanın işini ürəkdən bəyənən hökmdar ona çoxlu sifarişlər vermiş, saysız hesabsız imarətlər tikdirmiş və bütün tikdirdiyi binaların üzərinə bənnanın adını həkk etdirmişdi. Baxın, kim sifariş veribdi? Hökmdar. Düzdür, nələr tikdiribdi? Hədsiz çoxlu sifarişlər verib, imarətlər tikdiribdi və tikdirdiyi deməli bütün binaların da üzərinə testə düşə bilər. Hökmdar öz adını yox, kimin adını? Bənnanın adını həkk etdirmişdir. Hökmdar bənnanın saraya dəvət etmiş və orada yaşamasını istəmişdi. Uzun illər gecə-gündüz, yay-qış bilmədən çalışan bənna günün birində yaşlandığını və yorulduğunu anlayır. Uzun götür-qoydan sonra hökmdara deyir. Görək nə deyir hökmdara? Hökmdar sağ olsun, artıq yorulmuşam. İş qabiliyyətim xeyli zəifləyib. İcazə versəydin, halallaşıb gedərdim. Saray həyatı da gözəldir. Lakin ahıl çağlarımı öz evimdə yaşayardım. Hökmdar bir qədər fikirləşib deyir. Mən razıyam. Bu günə qədər nəyi demişəmsə, hamısını çox ustalıqla tikib, hər kəsi heyran qoymusan. Mən də sənin işlərindən zövq almışam. Amma səndən son bir xahişim var. Hökmdar deyir bunu. Mənə sonuncu dəfə çox möhtəşəm bir ev tik. Bir də səni narahat etməyəcəm. Bənna dilxor halda razılaşır. O, həvəssiz tikintiyə başlayır. Qısa müddətdə evi başdan sovdu. Bu arada başdan sovdu sözü çərçivə içərisində verilibdir. Qısa müddətdə evi başdan sovdu, tikib qurtarır. Özü bilir ki, işi keyfiyyətsiz görür və bunu anlayan çətin tapılar. O, hökmdarın hüzuruna gəlir. Evin hazır olduğunu deyir. Buna çox sevinən hökmdar deyir. Çox gözəl. Öz əlinlə tikdiyim bu ev mənim sənə hədiyyəmdir. Görürsünüz necə vurdu? Başdan sovdu tikib evi, həmin evi hökmdar verir özünə. Həyatını bu evdə şad-xürrəm yaşa. Bu sözləri eşidən bənna çaşıb qalır. O, tutduğu işdən peşman olur. Mətnimiz bu qədər. Aydın mətndir. Bədii mətnlər zaten belə olur. Çətin bir şey düşmür, yəni qorxmayın. Gəlin indi mətnə aid sualların izahına baxaq, siz də yoxlayın, yaxşı? Baxırıq birinci sual. Fikirlərdən biri mətnin plan bəndi ola bilməz. Plan bəndin nə olduğunu deyim, ola bilsin açıq suallarda qarşınıza çıxa bilər. Plan odur ki, hansısa müəyyən bir hissəyə verəcəyin ad. Məsələn, bir abzası adlandırırsan da, düzdür, sən o adlandırmanı cümlə ilə eləyə bilərsən. Söz birləşməsi şəklində eləyə bilərsən də, düzdür? Deməli, sənin plan bəndin söz birləşməsi şəklində olmalıdır. Cümlə şəklində ola bilməz. Açıq suallarda sizdən plan bəndi yazın desə, söz birləşməsi yazırsınız. Qətiyyən cümlə yazmaq olmaz. Çünki plan addır. Həmin hissəyə verəcəyin addır. Baxaq, bənnanın qərarı.
Bənnanın qərarı nə idi? Hökmdarla danışıb deyir, getmək istəyirəm artıq. Yəni ahıl yaşıma çatmışam. Getdi. Gözlənilməz hədiyyə hökmdarın Bənnaya verdiyi ev, öz tikdiyi ev. Getdi. Adını daşlara yazdıran sənətkar hökmdar deyirdi, əvvəldən bütün tikdiyi binaların, sarayların binasına nə yazırdı? Bənnanın adını həcc elətdirirdi. Gedə getdi. Bənna ilə hökmdarın söhbəti deyir ki, mən artıq deyir, uzun müddətlə çalışıram, amma artıq qocalmışam. Hökmdar deyir, səndən son bir istəyim var, o isə. Hökmdarın fitnəsi, bəlkə də başa düşməyən, mətni başdan sovda oxuyan elə bilər ki, hökmdar axırda tələ qurur Bənnaya. Yox, hökmdar Bənnaya yaxşılıq eləmək üçün bilir ki, yaxşı ustadır, deyir ki, evi yaxşı olsun. Ona gözəl bir ev tikdirir, o evi də Bənnanın özünə hədiyyə eləyir ki, öz zəhməti ilə tikdiyi evdə yaşasınlar. Çünki bir ev tikin desəm sizə, qəşəng bir ev tikəcəksiniz, bünövrəsini yaxşı, sağlam eləyəcəksiniz, düzdürmü? Yaxşı bir ustasınızsa. Hökmdar deyir ki, bu ona bələddir də, bu evi o tikibdir, belə düşünür indi. Ona görə evi ona verir. Ki, öz tikdiyi evdə yaşasın. Bilmir axı, Bənna nə fəsad iş görübdür. Deməli, fitnə nə deməkdir? Fitnə nə deməkdir? Fəsad, yalan, nə bilim, hilə. Amma burada hökmdar qəlbi təmizdir, saflığından danışır. Bu fitnə deməyək də, indi başdan sovda eləyibdir. Bu Bənnaya aid xüsusiyyət, hökmdara yox. Deməli, doğru cavab olur Y variantı. 2-yə baxaq. Mətnə görə yanlış fikirdir. Bənna uzun illər hökmdarın sarayında yaşamışdı. Düzdür? Baxırıq B-yə. Hökmdar Bənnanın sənətkarlığını yüksək qiymətləndirirdi. Düzdürmü? Hətta tikdirdiyi evi də buna verir. Hətta nə bilim adını nələr ki bəli yaratmışdı, onlara həcc elətdirirdi. Bənna hökmdarın məqsədini başa düşsə də işə can yandırmadı. Məqsədin başa düşmürdü, bəli, amma işə can yandırmır. Deməli, C səhv fikirdir. Hökmdar Bənnadan son yaxşılığını da əsirgəmədi. Bəli, o evi də ona hədiyyə elədi. Doğrudur. Ağır zəhmət və yaş həddi Bənnanı yormuşdu. Özü deyir ki, artıq yaşım, yəni o yaş deyildi, ahıl vaxtına çatıbdı. Bu da doğrudur. Yəni dayanmadan çalışmaq, yaş həddi onu yormuşdu. Düzdür. 3-ə baxırıq. Mətndəki əsas fikri müəyyənləşdirin. Baxaq görək əsas fikrimiz nədir? A variantında deyil. Zəhmət çəkməyən rahatlıq qədrini bilməz. Mətndəki əsas fikir budur. Yəni, Bənna düzdür, zəhmətkeş idi. Sizcə onun zəhmət çəkməsi, rahatlığın qədrini bilməsi ilə əlaqədar idi? Yox. Düzdür, zəhmətkeş obraz var. Amma sırf rahatlıq, nə bilim, narahat yaşayışdan danışılmır burada. Ona görə A-nı çıxdıq. Sonra, işi başlayan yarıda qoymaz. Bundan danışılır. Kimsə işi başlayıb yarıda qoyub? Yox. Zaman hər yalanı üzə çıxarır. Belə bir şey yoxdur. Saxta mal yiyəsinə qaydar. Bəli, doğru cavab variantımız olur D variantı. Və ağıllı adam həmişə hörmətlidir. Bu isə ağıllı adam həmişə hörmətlidir. Mətnin ideyası deyil. Mətnimizin ideyası D variantıdır. Məsələn, bax, Y hökmdara aid ola biləcəyi fikirdir. Bu heç. Amma mətnin ideyası deyil. Mövzu başqadır, ideya başqa. 4-ə baxırıq. Hansı fikirlə mətni davam etdirmək olar? Atalar yaxşı deyib. Cem qaz, dərin qaz, özün düşərsən. Bəli, cem qaz, dərin qaz, çünki özün düşərsən. Cavab A variantıdır elə. Baxaq, hökmdar Bənnanın sözlərinə görə cəzalandırır. Belə bir şey yoxdur. Niyə cəzalandırsın? Deyir ki, ev tik. Demir ki, nəsə başdan sovdu tik. Bənna bu hərəkətinə görə hökmdardan inciyir. Bənna niyə incisin ki? Hökmdar ona ev hədiyyə verir. Deməli, səhv fikirdir. Pis günün ömrü az olar. Pis yaxşı gündən danışılmır. Səhvdir. Bənna sarayı tərk edə bilmədiyinə görə məyus olur. Başqa ev verir. Niyə tərk edə bilmir ki? Y yanlışdır. Deməli, doğru cavab variantımız olur A variantı. Baxırıq 5-ə. Çərçivə daxilində verilmiş sözün kontekstə görə mənasını müəyyən edin. Çərçivə daxilində verilmiş sözümüz nə idi? Başdan sovdu. Başdan sovdunun deməli, kontekstə görə mənasını müəyyən edəcəkdik. Başdan sovdu tikibdir. Yəni, bax, gəl birsiz dinləyək. Hansı hissədəydi? Bir dənə kömək eləyin. Hə, tapdım. Başdan sovdu hissəsinə baxaq. Deyir ki, o həvəssiz tikintiyə başlayır. Qısa müddətdə evi başdan sovdu tikib qurtarır. Özü bilir ki, işi keyfiyyətsiz görür və bunu anlayan. Baxın, qısa müddətdə evi başdan sovdu, diqqətsiz. Düzdür?
Ehtiyatsız sözü ümumiyyətlə uyğun gəlmir. Bunu çıxdıq. Qısa müddətdə evi başdan sovdu. Diqqətsiz tikib qurtarır. Qısa müddətdə evi könülsüz tikib qurtarır. Cavab 1-4-dür. C variantı. Qısa müddətdə evi əlüstü tikib qurtarır. Əlüstü nə deməkdir? Deyir ki, məsələn, yeməyin bişməyinə çox var. Deyir ki, əlüstü bir şeylər atışdırıb. Tezbazar. Bəli. Burada isə könülsüz və diqqətsiz olmağından danışır. Ona görə doğru cavab deyildi. Amma deyir, bax, bunu anlayan çətin tapılar. Hökmdarın huzuruna gəlir, evinin hazır olduğunu deyir. Buna çox sevinən hökmdar deyir. Yəni, tezliyindən danışmır da, sadəcə könülsüz tikməyindən danışır. Ona görə əlüstü deyə bilmərik. Baxaq, 6. Mətnə əsasən cümləni tamamlaya bilən fikirləri müəyyən edin. Hökmdar xarakter etibarı ilə nə deyə bilərik? Hə? Nə? Bax, hökmdar xarakter etibarı ilə qayğıkeş idi, düzdür. Bizə nə lazımdır? Aid ola bilməyən. Ədalətli idi, düzdür. Sonra lütfkar nə deməkdir? Mərhəmətli. Mərhəmətli idi. Amma çinindən, ötkəmindən danışılmır. Gülay ötkəm nə deməkdir? Lovğa, mənəm deyə, lovğalanan, aydındır, ötkəm. Yəni, bir növ özünü bəyənən. Deməli, doğru cavab variantımız olur 3 və 4. Yəni, tamamlaya bilməyən. 3, 4. Sonra yanlış fikirləri istəyir. Mətnə əsasən, qoy bir bunu qaldıraq belə. Yanlış fikirlər. Bənna bir də hökmdar. Baxın, Venn diaqramı həmişə var. Yadda saxlayın. Venn diaqramında birinin altında verilməli fikir əslində ortada yazılmalıdırsa, bu fikir səhvdir. Və ya ortada yazılan fikir birinə aiddirsə, bu fikir də səhvdir. İndi baxaq görək. Nə yazmış uşaqlar? Gəlin baxaq. Deməli, Bənna sənətdən zövq... Yanlış fikir istəyir də, düzdür? Bax, yazıb ki, Bənna sənətdən zövq alır. Hökmdar da sənətdən zövq alır. Deməli, biri ortaya yazmalıyıq. Bir səhv fikirdir. Bənna təkəbbürlüdür. Təkəbbürlü nədir? Lovğa. Lovğa deyildi ki, bu da səhvdir. İki də səhvdir. Zəhmətə qiymət verir hökmdar. Bu doğru fikirdir, bunu çıxdıq. Bu doğrudur. Sarayda yaşayır. Hər ikisi sarayda yaşayır. Bənnanı da çağırırıq. Bu doğru fikirdir. Bunu da çıxdıq. Məşəqqətli ömür sürmüşdür. Kimə aiddir? Bənnaya aiddir da. Yəni, nə mənada? Çətin ancaq deyirik, bundan əvvəlki hissəsi, bəlidir, yorulmuşam artıq. Dayanmadan işləyib adam, dayanmadan sürətlə işləyibdir. İndi ahıl yaşına çatıb da artıq yaşı dəyər vermir. Ona görə hökmdara, bilirsiniz niyə? Hökmdarın həyatı haqqında heç bir şey vermir, baxı bizə. Ona görə bəlkə də indi keçib, amma hökmdar haqqında verilmədiyinə görə 5-i biz götürmürük. Daha doğrusu səhv fikir kimi götürürük. 1, 2, 5. B variant. Hə, əvvəldə rəqəm yazmış hansı cümlə mətndən çıxarırsa, məzmun ardıcıllığı pozular. Elvir, hansı cümlələri biz mətndən çıxara bilərik? Rahat. Yəni, bizə hansısa bir informasiyanı ötürən cümlə olmamalıdır. Hansısa ilk informasiya olmamalıdır. Ya da ki, tək informasiya olan cümlə olmamalıdır. Həmin cümlə. Gəlin, baxaq birə. Deməli, iş qabiliyyətim xeyli zəifli. Bax, hökmdar sağ olsun, artıq yorulmuşam. Biri çıxırıq cümlədən. Biri çıxsaq belə olacaq. İcazə versəydin halallaşıb gedərdim. Adam niyə getmək istəyir? Çünki yazıb ki, iş qabiliyyətim xeyli zəiflib, yorulubdur. Gəlin, baxaq görək. Mətndə bu hissə var, başqa bir yerdə varmı? Baxın, deyir, hökmdar Bənnanı saraya dəvət etmiş, orada yaşamasını istəmişdir. Baxın, uzun illər gecə-gündüz, yay-qış bilmədən çalışan Bənna günün birində yaşlandığını və yorulduğunu anlayır. Uzun götür-qoydan sonra hökmdara deyir. Yəni, bax, bu birdəki cümlənin əvvəldə bir versiyası var. Ona görə bir olsa da, olmasa da cümlədə nəsə dəyişmir. Biri çıxa bilərik rahatlıqla. Mətnin məzmununa təsir eləmir. Biri çıxdıq. 2-yə baxırıq. Deyir ki, mən də sənin işlərindən zövq almışam, amma səndən son bir xahişim var. Təsəvvür edin, bax, 2-dəki cümlə mətndə yoxdur. Səndən son bir xahişim var, bir də səni narahat etməyəcəm. Bənna dilxor halda razılaşır. Nə ilə razılaşır?
İçidəki cümlə olmasa mətnin məzmunu itəcək artıq. Deməli, bax, bu ev hissəsi bir dənə içidədir. Ona görə cavabımız elə olur 2. 3-ə baxırıq. Bir də səni narahat eləməyəcəm. Bax, bu 3 olsa da, olmasa da mətndə bir anlam ifadə eləmir axı. Bir də səni narahat eləməyəcəm. Nəsə bir maraqlı məlumat ötürdü bizə? Yox. 4-ə baxırıq. 4-ə baxırıq. Çox gözəl. Öz əlinlə tikdiyim bu ev. Çox gözəl. Öz əlinlə tikdiyim... Yox, elə çox gözəldir də cümlə burada bitir. Çox gözəl. Bu olsa da, olmasa da nə dəyişir ki, heç nə. 5-də də deyir ki, həyatını bu evdə şad qoyba, öz əlinlə tikdiyim bu ev mənim sənə hədiyyəmdir deyir. Və 5-də deyir ki, həyatını bu evdə şad xürrəm yaşar. Deyir də, əvvəlində deyir mənim sənə hədiyyəmdir. Ona görə, bu niyə belə oldu bilmədim. Hə, baxın, 5-dəki cümləyə bax. Öz əlinlə tikdiyim bu evdə, bu ev mənim sənə hədiyyəmdir. Bunu deyir. Sonra 5-də təkrar deyir ki, həyatını bu evdə şad xürrəm yaşa. Yəni 5 olsa da, olmasa da sənə hədiyyəmdir. Get yaşa demək istirdi. Onsuz da bundan əvvəlki hissədə. 5-də də çıxa bilərik. Mətnin məzmununa təsir eləməz. Bir dənə məzmununa təsir eləyən 2-dir. Çünki 2-də yeni bir informasiya bizə ötürübdür. 2 də cavab. 2 hansı variant olur? C variantı. Bəli. Gəlirik 9-cu suala. 9-dur da, hə? 9-a baxırıq. Əvvəlində işarə qoyulmuş sözlərin kontekstə uyğun mənalarını müəyyənləşdirib yazın. Əvvəlində işarə qoyulmuş sözlər. Baxaq. Hə. Uzun götür-qoydan sonra bir də dilxor halda. İndi yaxşı. Götür-qoy sözünün Bey xanım. Uzun planlamadan sonra yox. Müzakirə, fikir. Aha. Bax, uşaqlar, yaza bilərik ki, götür-qoy, düşünmə, fikir, məsləhət, müzakirə. Çox düşünmək anlamındadır da. Qərar biraz başqa anlama gəlir. Uzun gəlgetdən sonra bu düşünməyə aiddir, gəlgedə aid deyil. Götür-qoy eləmək, yəni düşünürsə. Qısası bax. Fikir, məsləhət, müzakirə, düşünmə, müşavirə toplu şəkildə çıxarır, icaz keçirirsə, müşavirə edirsə. Aydındır necə yazacaq? Deməli, götür-qoy nə oldu? Müzakirə, məsləhət, fikir, nə bilim, düşünmək. Sonra dilxor halda məyus, pərişan, pərt, dilxor halda ki, olar. Bənna dilxor halda. Yəni, dilxor o demək ki, bax, uşaqlar, baxın, bir şey olursa dilxor olursunuz. Tutaq ki, nə bilim, yoxladım 10 dənə, yox. Yoxladım 10 dənə testdən, tutaq ki, İraq olsun. 8 dənə səhviniz oldu. Çıxdınız, dilxor olursunuz. Da nə olursunuz? Qanı qaralmış, məyus, pərişan. Sənin əhvalın pozulanı oxşamır. Sən 10 dənə səhvin çıxsa elə öz tempində qalasan. Sən yeməyin olsun yanında. Hə, Ömər? Bezmiş yox. Dilxorun mənası nədir? Dilxor olub, məyus olub, pərişan olub, pərt olmuş halda. Aydındır? Hə. Bildi indi. Getdik 10-cu suala baxaq. Sonuncu. Sonuncu suala baxaq. 10-cu və sonuncu sual. Hə, Ömər, düzdür. Tünd qara hərflərlə verilmiş ifadə həqiqi yoxsa məcazi mənadadır? Həmin sözü mətndəkindən fərqli mənada cümlədə işlədin. Yaxşı, gözləyin. Hə, deyir ki, öz əlləri ilə gözəl evlər, möhtəşəm binalar ucaltmış. Ucaltmış sözü həqiqi mənadadır, məcazi. Həqiqətən də adam neyniyib? Binanı ucaldıb. İndi biz nəyi seçəcəyik? Bunu həqiqini seçdim. Binanı ucaltmaq. Seçdim. Həmin sözü mətndəkindən fərqli mənada. Məsələn, deyirəm ki... Bir dəqiqə. Bax, xırda bir məqam olsa da, bütün sualı səhvə aparan bir şeydir. Ucadan, ucalmaq, ucaltmaq, ucaltmışdı. Başlanğıc forma nədir?
Ucalt. Siz elə bir mənada işlətməlisiniz ki, sizin başlanğıc formanız ucalt olmalıdır. Və ya deyə bilmərsiniz, gözümdə ucaldı, nə bilim, gözümdə ucalmışdı, olmaz. Ucaltmaq olmalıdır, ucaltmaq. Ömər, nə yazmısan? Onu ucaltmışdım. De, cavab. O yüksək vəziyyətdə. Ona hörmət edərəm. Bax. Məsələn, deyir ki, bəli, onun əməli onu xalqın gözündə ucaltmışdı. Bəli, xalqın gözündə ucaltmaq, kiminsə gözündə ucaltmaq, bunlar artıq nə olur? Məcazi mənada. Onun bu əməlləri onu xalqın gözündə ucaltmışdı. Bunu yazdıq. Aydındır? Qısası, uşaqlar, binanın ucalmağı həqiqi məna, kiminsə gözündə ucaltmaq artıq bu məcazi məna gəlib çıxır. Deməli, doğru cavabımız olur, onun əməli xalqın gözündə onu ucaltmışdı. Və ya nə bilim, dostlarının gözündə onu ucaltmışdı. Olmaz. Bu qədər.